Hər vaxtınız xeyir, dəyərli dostlar. Bugün mal qaranızı zərərvericilərdən qorumağın çox sadə və effektiv bir yolla danışacağıq. Söhbət Flutron FC-dən gedir. Gəlin görək bu məhsul nədir və işinizi necə asanlaşdıra bilər. Deməli, gəlin əsas məsələdən başlayaq. Hər bir təsərrüfat sahibi bilir ki, parazitlərlə mübarizə bitib tükənməyən bir baş ağrısıdır. Gəlin bu problemin kökünə enək. Yəqin ki, hər biriniz düşünürsünüz ki, mal qaranı bu daimi təhlükədən, bu parazitlərdən necə qoruyaq? Bu, həqiqətən də hər gün üzləşdiyiniz ciddi bir sualdır. Amma narahat olmayın, bunun çox sadə bir həlli var. Və həmin həll məhz Flutron FC-dir. Bu məhsul parazitlərə qarşı mübarizədə sizin demək olar ki, ən etibarlı köməkçiniz olacaq. Yaxşı, bəs bu Flutron FC nədir? Çox sadə dildə desək, bu heyvanın belinə tökülən xüsusi bir məhluldur, məqsədi isə onu gənə, bit, milçək kimi ən çox yayılan zərərvericilərdən qorumaqdır. Bəs bu məhsulu bu qədər güclü edən nədir? Sirri onun tərkibindədir. Baxın, burada iki aktiv maddə var, flumetrin və siflutrin. Bu iki güc birləşərək parazitləri çox tez bir zamanda zərərsizləşdirir və heyvanlarınızı uzun müddət qoruyur. Yaxşı, bəs Flutron FC konkret olaraq hansı zərərvericilərə qarşı mübarizə aparır? Gəlin indi də o siyahıya baxaq. Siyahı həqiqətən də çox genişdir. Gələlərin bütün növlərindən tutmuş, həm sorucu, həm də gəmirici bitlərə qədər. Hələ bu harasıdır? Buynoz milçəyi, tövlə milçəyi, at milçəyi, üz milçəyi, hətta ev milçəyi. Demək olar ki, malqaranı narahat edən bütün əsas zərərvericilər bu siyahıdadır. İndi isə gəldik mənim ən çox bəyəndiyim hissəyə. Bu məhsulun istifadəsi inanılmaz dərəcədə sadədir. Heç bir mürəkkəb proses yoxdur. Baxın, cəmi 3 addım. Birincisi, qabın qapağını açırsınız. İkincisi, lazımı dozanı ölçürsünüz. Və üçüncüsü, məhlulu heyvanın bel xətti boyunca başından quyruğuna doğru tökürsünüz. Və salam, bundan asan nə ola bilər ki? Bəs dozanı necə biləcəyik deyə düşünürsünüzsə, bax bu cədvəl işinizi lap asanlaşdırır. Heyvanın çəkisinə baxıb ona uyğun dozanı seçirsiniz. Məsələn, 100 kiloya qədərdirsə 10 milli, 300 kilodursa 30 milli. Çox sadədir. Beləcə, nə artıq, nə də əski dərman istifadə etmirsiniz. Amma bir dəqiqə, burada amma çox vacib bir məqam var. Bu dərman iynə deyil, içirtmə içində deyil. Yalnız və yalnız heyvanın belinə tökülür. Bunu mütləq yadda saxlamaq lazımdır. İndi isə gələk, yəqin ki, hamınızı ən çox maraqlandıran suala. Bəs ət və süd necə olacaq? Bu məsələdə vəziyyət nə yerdədir? Bəli, əsas sual budur. Bu məhsulun istifadəsindən sonra ət və süddən istifadə etmək olarmı? Axı bu, sizin biznesinizin, zəhmətinizin əsasıdır. Cavab isə çox qısa və aydındır. Bəli, tamamilə təhlükəsizdir. Heç bir şübhəniz olmasın. Gəlin birinci ətə baxaq, gözləmə müddəti nə qədərdir? Baxın. 0 gün. Bəli, düz eşitdiniz. Ət üçün heç bir gözləmə müddəti yoxdur. Yəni, dərmanı tətbiq edirsiniz və salam. Heç bir məhdudiyyət qoyulmur. Yaxşı, bəs ən həssas məsələ, yəni süd necə? Orada da vəziyyət eynidirmi? Gəlin görək. Bəli, süd üçün də gözləmə müddəti 0 gündür. Bu nə deməkdir? Bu o deməkdir ki, süd istehsalınız bir an belə dayanmır. Bu, xüsusilə südçülük təsərrüfatları üçün sözün əsl mənasında əla bir xəbərdir. Yəni, yekun olaraq nə deyə bilərik? Süd və ət tətbiqdən dərhal sonra istifadəyə tam yararlıdır. Bu da o deməkdir ki, Flutron FC ilə siz həm heyvanlarınızın sağlamlığını qoruyursunuz, həm də işinizi və gəlirinizi. Beləliklə, sürünüzü rahatlıqla, inamla və istehsalı dayandırmadan qorumağa hazırsınızmı?